Daxili İşlər Nazirliyi Sputnik Azərbaycan Agentliyinin ofisində keçirdiyi əməliyyat zamanı saxlanılanlar var. Daxili İşlər Nazirliyinin əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin bu agentlikdə çalışan 2 əməkdaşının saxlanıldığı bildirilir. Qeyd edək ki, Rusiyanın Rossiya Svegodniya Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən Sputnik Azərbaycan Agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunmuşdur. Məlumatda bildirilib ki, bu qərar Azərbaycan dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində paritet təmin etmək məqsədi ilə qəbul edilib. Qərara əsasən Sputnik Azərbaycanın Bakıda çalışan jurnalistlərinin sayı Azərtacın Rusiyadakı jurnalistlərin sayına bərabər olacaq. Amma agentlik fəaliyyətini davam etdirib. Xatırladaq ki, bugün səhər saatlarından etibarən Daxili İşlər Nazirliyi Sputnik Azərbaycanın Bakıdakı ofisində əməliyyat keçirilib. Əməliyyat zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin 2 əməkdaşının Sputnik Azərbaycanın ofisində çalışdığı məlum olub. Saxlanılanların kimliyi ilə bağlı isə hələlik heç bir məlumat yoxdur.